MHM Riyaziyyat Test Bankı funksiyalar və qrafiklər mövzusuna aid test 13-də verilmiş ikinci suala baxırıq. Sual belədir. F x plus 1-də 2x çıxaq 1 bərabərdir j x çıxaq 2-də 3x plus 1 olduğuna görə verilmiş ifadənin qiymətini tapın. Sual tərs funksiya ilə bağlıdır. Burada tərs funksiyanın xassəsini tətbiq edəcəyik. Məlumdur ki, əgər fx funksiyası üçün fa bərabər b bərabərliyi doğrudursa, onda deyə bilərik ki, bu funksiyanın tərsi üçün də f üstü -1 b bərabərdir a doğrudur. Nəzərə alsaq, onda yaza bilərik yuxarıdakı bərabərlik əsasında f üstü -1 j 3x plus 1 bölünsün x çıxaq 2 bərabərdir 2x çıxılsın 1 bölünsün x plus 1. Buradan da yazmaq olar ki, f üstü -1 j 2x çıxaq 1 bölünsün x plus 1 üstü -1 bərabərdir 3x plus 1 bölünsün x çıxaq 2. 2 dəfə tərs funksiyanın xassəsini tətbiq etdik. İndi verilmiş ifadənin qiymətini hesablaya bilərik. Orada deməli verilmiş funksiyanın arqumentinin qiyməti -2 verildiyi üçün bizdə 2x çıxılsın 1 bölünsün x plus 1 ifadəsini -2-yə bərabər edib ilk olaraq x-in qiymətini təyin edirik. 2x çıxaq 1 bərabərdir -2x çıxılsın 2. Buradan 4x bərabərdir -1-ə, x də bərabər -0,25-ə. Sonra aldığımız bu qiyməti 3x plus 1 bölünsün x çıxaq 2 ifadəsində yerinə qoyuruq. 3 vurulsun -0,25 üstə gəl 1 bölünsün. -0,25 çıxılsın 2 bərabərdir -0,75 üstə gəl 1 bölünsün -2,25 bərabərdir 0,25 bölünsün -2,25 ixtisar aparsaq da cavabımız olacaq -9,1 C variantı.